Salam uşaqlar. Bugün daxili enerji mövzusundan danışırıq. Bir atomlu ideal qazın daxili enerjisinə baxasıyıq. İlk öncə biz yadımıza salaq görək, ideal qaz dedikdə nəyi nəzərdə tuturduq? İdeal qazımız molekulları o qədər seyrəkləşdirilmiş qazlar idi ki, o molekullar ümumiyyətlə bir-biri ilə toqquşmurdu. Gəlin baxaq, yadımıza salaq. İdeal qaz. Deməli, ideal qazda molekulların toqquşması nəzərə alınmırdı. Toqquşması nəzərə alınmır. Əgər molekullar toqquşmursa, onda bu o deməkdir ki, ideal qaz molekullarının qarşılıqlı təsirinin potensial enerjisi nəzərə alınmır. Yəni, buna bir Y potensial desək, bərabərdir 0 qəbul edilir. Yəni, bu o deməkdir ki, bizdə bir qab varsa, bu qabda ideal qaz molekulları var, fərz eləyək ki. Bu ideal qaz molekulları, məsələn, biri burada olsun, biri burada olsun, biri nə bilim digər tərəfdə olsun. Bu molekullar bir-biri ilə heç vaxt toqquşmur. Bu molekulların bir-biri ilə toqquşması arasında keçən getdiyi bu yol sərbəst qaçış yolu deyilir buna. Deyir ki, əgər molekulun sərbəst qaçış yolunun uzunluğu, yəni gəlib bu digəri ilə toqquşana qədər getdiyi yol qabın öz ölçüsündən böyükdürsə, onda həmin qaz ideal qazdır. Loru dildə desək, molekullar o qədər seyrəkdir ki, heç vaxt bir-biri ilə toqquşmurlar. Bir-biri ilə toqquşmadığı üçün bu molekulların qarşılıqlı təsirinin potensial enerjisi 0 olur. Qalır bunun yalnız və yalnız kinetik enerjisi. Hərəkətdə olduğu üçün qalır ideal qaz molekullarının yalnız kinetik enerjisi. Onda belə çıxır ki, daxili enerji dedikdə, yəni bir qazı təşkil eləyən molekulların daxili enerjisi dedikdə, bu formada qaz molekullarının daxili enerjisi dedikdə, burada olan neçə dənə molekul varsa, fərz eləyək ki, bir N dənə molekulumuz var. Bu N dənə molekulun hər birinin orta kinetik enerjisinin qiymətini bilsəm və sayı bu orta kinetik enerjiyə vurmuş olsam, onda mən bütün qazın daxili enerjisini əldə eləmiş olacam. Başlayaq. Beləliklə, daxili enerjimizin ilk olaraq işarəsindən başlayırıq. İşarəsi. Daxili enerjini işarə eləyəsiyik U hərfi ilə formada və skalyar bir cəmiyyətdir. Skalyar. Daxili enerjinin vahidi, bütün enerjilərin vahidi kimi, daxili enerjinin də vahidi 1 joule qəbul olunub. Yazaq. 1 joule. Açılış lazım olsa 1 kiloqram vurulsun metr kvadratı böl saniyə kvadratı deyə bilərik. Gəlin indi yavaş-yavaş daxili enerjinin düsturlarını çıxaraq. Düstur. Əvvəldə qeyd elədim ki, ideal qazın daxili enerjisi dedikdə, onun içində olan molekulların hər birinin kinetik enerjisini ümumi molekul sayına vurmaq lazımdır. Başlayaq. Yazıram U bərabərdir. N dənə say vurulsun bir dənəsinin orta kinetik enerjisi. Və digər tərəfdən mən orta kinetik enerjinin 2-də 3 KT olduğunu bilirəm. Onda daxili enerji üçün U bərabərdir 2-də 3 N vur K vurulsun T ifadəsini əldə eləmiş olacam. Yaxşı, bu ifadəni biraz da açmaq üçün nə etmək lazımdır? Biz bilirik ki, bizim molyar nüvümüzün, maddə miqdarı molumuzun 2 dənə düsturu var. Biri N böl NA-dır. Digəri isə kiçik M bölünsün böyük M-dir. Və buradan sayı tapsaq, N bərabər olacaq. Kiçik M bölünsün böyük M vur NA. Onda buna digər tərəfdən mən kiçik M böyük M-ə bir nü desəm, nü vurulsun NA olmuş olacaq. Onda mən daxili enerji üçün bu ifadəni almış oluram. U bərabərdir 2-də 3 nü vurulsun NA vurulsun K vurulsun T. Yadımıza gəlirsə biz bu KNA hasilini
R-lə ifadə eləmişdik. Yəni universal qaz sabiti ilə ifadə eləmişdik. Və yekun olaraq biz daxili enerji üçün indi yazacağım ifadələri alırıq. Alırıq U bərabərdir 2-də 3 nü R T və yaxud da ki 2-də 3 kiçik m bölünsün böyük M vurulsun R T və ya 2-də 3 PV. Yaxşı, bu sonuncu yazdığım PV ifadəsi hardan gəldi? Biz bilirik ki, Mendeleyev-Klaperon tənliyinə görə PV bərabərdir nü RT-dir. Və bu ifadəni gətirib burada yerinə yazdıq. Ona görə də 2-də 3 PV-ni almış olduq. Yekun olaraq biz daxili enerji üçün bu düsturları almış oluruq. U bərabərdir 2-də 3 nü RT. U bərabərdir 2-də 3 kiçik m böl böyük M RT. U bərabərdir 2-də 3 PV. Bunları yadda saxlamalıyıq. Əgər əzbərçilik istəmiriksə, yuxarıda mən bu düsturların hardan gəldiyini ətraflı şəkildə dedim. N dənə Y kinetik ifadəsindən yavaş-yavaş çıxarmaq mümkündür. İndi isə baxaq görək, bizim daxili enerjimiz nələrdən asılıdır və necə asılıdır. Deməli, daxili enerjinin asılılıqlarına baxırıq ki, düstura əsasən belə çıxacaq. U-nun temperaturdan asıllığını çıxarasıyıq. U-nun kütlədən asıllığını çıxarasıyıq. U-nun deməli M-lə asıllığı. Görək hansı şərt daxilində bu qrafik necə olacaq. Baxın, birinci qrafikdə əgər kiçik m bərabərdir konstant şərti ödənibsə, yəni ideal qazın kütləsi sabitdirsə, onda daxili enerji gördüyümüz kimi U-muz T-dən düz mütənasib asılı olacaq. Asıllıq qrafikimiz düz mütənasib çəkilir. Bu formada. Aha. Yaxşı. İndi ikinci qrafikə baxaq. Əgər temperatur sabitdirsə, onda daxili enerjimiz kütlədən gördüyümüz kimi düz mütənasib asılı olacaq. Ona görə də qrafiki düz mütənasib asıllıq şəklində çəkirik. Bu ilənki də bitdi. Yaxşı. İndi baxaq görək, verilmiş şərtdən asılı olaraq bizim daxili enerjimiz M konstant, T konstant olduqda P-dən və V-dən necə asılıdır? Bu çox önəmli bir məsələdir. Bura biraz diqqətli oluruq. Əgər ideal qazın kütləsi sabitdirsə, yəni verilmiş kütləli ideal qazdırsa və temperaturu da sabitdirsə, U-nun P və V-dən asılılığı olmayacaq. Yəni, kütlə sabitdirsə və temperatur sabitdirsə, onda bizim daxili enerjimiz nə təzyiqdən, nə də həcmdən asılı deyil. Deməli, mən qaz qanunları mövzusunu deyəndə izotermik proses üçün onsuz da demişdim ki, izotermik prosesdə temperatur, sürət, orta kinetik enerji və daxili enerji sabit olur. Burada da gördüyümüz kimi, əgər verilmiş kütləli qazdırsa və temperatur sabitdirsə, qrafik göstərilən kimi, yəni asılı deyil formatında olacaq. Bu məsələyə çox-çox diqqətli olmaq lazımdır. İndiyə qədər dediklərimizdən son yazdığımız bu ifadə çox önəmlidir. İndi gəlin, biz sonuncu yazılan U bərabərdir 2-də 3 PV və yaxud da nü-RT ifadəsini müxtəlif izoproseslərə tətbiq edək. Deməli, termodinamikanın hərəkət qanunlara keçməyək, belə yazaq. Deməli, izoproseslərdə daxili enerjinin asılılıqları, müxtəlif izoproseslərdə daxili enerjinin asılılıqları. Gəlin ilk olaraq izotermik prosesdən başlayaq. Birinci prosesimiz olsun izotermik. Sözün adından da göründüyü kimi termik, yəni temperatur bu prosesdə izolya olunub, yəni sabit qalıb. Yenidən yadımıza salırıq. Əgər verilmiş kütləli qazdırsa M bərabərdir konstantdır.
İzotermik prosesdə T bərabərli konstantdır. Bundan əlavə olaraq izotermik prosesdə orta kvadratik sürət sabit idi. Sonra izotermik prosesdə orta kinetik enerji sabit idi və bu mövzuya uyğun olaraq ən əsas məsələlərdən biri isə daxili enerji sabit qalır. Deməli, izotermik prosesdə daxili enerji dəyişmir. Vəssalam. Bu formada bunu sabit saxlayırıq. Yaxşı, əgər bir kəmiyyət sabitdirsə, dəyişmirsə, onda onun deltası nəyə bərabər olacaq? Sabit kəmiyyətin deltası, yəni delta U 0 olmuş olacaq. Kəmiyyətin nə olmasından asılı olmayaraq, ədədi qiyməti dəyişmirsə, son qiymətdən başlanğıc qiymət çıxdıqda deltaya biz 0 almış olasıyıq. Deməli, belə qeyd edirik ki, daxili enerjinin dəyişməsi 0-dır. Vəssalam, bitdi, getdi. Dəyişməsi 0-dır. Sonra davam edirik növbəti ikinci proseslə. İkinci prosesimiz olsun bizim üçün, məsələn, izobar proses. İzobar prosesdə daxili enerjinin asılılıqlarına baxırıq. İkinci. İzobar proses. Biz izobar proses üçün, təbii ki, verilmiş kütləli qazdan söhbət gedir. P bərabərli konstant şərti deyirik ki, təzyiqimiz sabit olur. Və təzyiqimiz sabit olduqda daxili enerji üçün ifadə yazırıq. Deyirik ki, bizim daxili enerjimiz U bərabərdir 2-də 3 PV. Bayaq bu düsturu yazdıq. Və P konstant olduqda U-nun V-dən asılılıq qrafiki göz qabağında olur ki, daxili enerjimiz həcmlə düz mütənasib asılıdır. U-nun V-dən asılılığı olacaq bu formatda düz mütənasib. Belə. Bundan başqa biz deməli daxili enerjinin düsturunun özünü yazdıqdan sonra bunun dəyişməsini də yaza bilərik ki, delta U bərabərdir 2-də 3 P delta V. Burada dəyişən həcm olduğuna görə deltanı həcmin qabağına qoymaq lazımdır. İndi bu düsturun tətbiqlərinə aid test izahında çox gözəl testlərə baxacağım. Burada diqqətli olaraq mütləq test izahının həmin hissələrinə. Burada daxili enerjini artıran həcmin artması deyil, daxili enerjini artıran başqa bir məsələdir. Biz bilirik ki, izobar prosesdə biz qaz qanunlarına bu münasibəti yazmışdıq. PV mütənasibdir T. Əgər təzyiq sabitsə, həcmlə temperatur düz asılıdır. Həcmlə temperatur düz asılı o deməkdir ki, temperaturu elə daxili enerji kimi düşünürük. Yəni, həcmin artması temperaturu və yaxud da daxili enerjini artıracaq. Düz mütənasib asılılığı da bu səbəbdən yazasıyıq. Bu ilənki məsələmiz bu qaydada. İndi gəlin daxili enerjinin həcmdən asılılıqlarına əsasən təzyiqləri müqayisə eləyək. Yazıram bura. Deməli, U-nun baxaq belə, baxın, U-nun deməli, V-dən asıllığına əsasən verilmiş hala uyğun həcmləri müqayisə eləyəsiyik. Burada bir nöqtəsi olsun, burada 2 nöqtəsi olsun, bura 3 deyək, burada 4 deyək. Gəlin düstura uyğun başlayaq müqayisəmizi aparmağa. İlk olaraq təbii ki, bilirik ki, eyni xəttin üstündəkilər eyni olacaq. Yəni 1-in təzyiqi ilə 2-nin təzyiqi eyni olacaq. 3-ün təzyiqi ilə 4-ün təzyiqi eyni olacaq. Bu getdi. İndi ortaya böyükdür yazacağım, yoxsa kiçikdir yazacağım. Bunu mən verilmiş düstura əsasən, yəni bu ilk düstura əsasən tapıram. Görürəm ki, bu 2-də 3-ü nəzərə almasaq, yəni elə birbaşa U, PV mütənasibdir U yazsaq, 2-də 3-ü nəzərə almadan, yazıram PV mütənasibdir U yazsaq. Əslində biz qaz qanunlarında PV mütənasibdir T deyirdik. Bayaq yuxarıda da qeyd elədim. Yəni temperaturla daxili enerji eyni şeydir. Biz temperaturu necə dəyişdiyini təyin edə bilsək, deməli daxili enerjinin də necə dəyişdiyini təyin edə bilərik. Və burada qaydamız necə idi? Biz hər hansı bir kəmiyyətə sabit verək. Məsələn, tutaq ki, nəyə sabit verək? V-yə sabit verək ki, P ilə U düz asılı olsun. V-yə sabit verən xətti çəkdim.
Baxıram ki, bunlardan hansının U-su çoxdur. Deyirsən, ikincinin U-su daha çoxdur. Deməli, bu o deməkdir ki, ikincidə təzyiq çox olacaq. Bunu yenidən bir də deyirəm. V-yə sabit verirəm. Bu izoxor proses deyil. Sadəcə burada asılılığı tapmaq üçün V-yə sabit verdim. Görürəm ki, ikincinin U-su çoxdur. Onda onun P-si çox olacaq. U-su çox olanın P-si çox olacaq. Onda mən ortaya bir dənə 1 bərabərdir 2 böyükdür, 3 bərabərdir 4 yazmış olacam. Все, qurtardıq. Bu oldu bizim daxili enerji, həcm qrafikindən P-lərin müqayisəsi. Başqa sözlə dediyim kimi biz daxili enerjinin yanına bir dənə T yaza bilərik. Yanına bir dənə T yaza bilərik. Keçdik üçüncü izoprosesimizə. Bu isə izoxor prosesdir. Üçüncü prosesimiz izoxor proses. Bilirdik ki, izoxor prosesdə həcm sabit olur. Hətta biz ümumi yazası olsaq V, rho, N sabit olurdu. Yəni həcm, sıxlıq və konsentrasiya sabit olur. Təbii ki, biz hələ ki həcmin sabit halına uyğun düsturlara baxırıq. Deməli, daxili enerjinin düsturu bayaq yuxarıda yazdığımız ifadədir. U bərabərdir 2-də 3 PV. Dəyişmə yazası olsaq, yəni delta U bərabərdir 2-də 3. Artıq deltanı biz P-nin qabağına qoymalıyıq. Çünki V-miz konstantdır. Deltanı V-nin qabağına qoysaq ifadə sıfıra gedər. Bu düsturlardan istifadə olunacaq və buna əsasən qrafiklər qurulacaq. Gəlin qrafikləri quraq. İlk olaraq daxili enerjinin U-nun P-dən asıllıq qrafikini çəkək görək necə olacaq. U-nun P-dən asıllığı. Dediyim kimi biz U-nu bir dənə T kimi düşünsək yarayır bizə. İzoxor prosesdə və qrafikə baxırıq görək U-muz P-dən düz mütənasib asılıdır. Qrafiki çəkdik. Düz mütənasib asıllığı. Burada da görürsünüz ki, qrafiklərin heç biri sıfırdan başlamır. Yəni, çünki qazın təzyiqi və ya daxili enerjisi sıfır ola bilməz. Sıfır o vaxt olar ki, qaz mütləq sıfır temperaturuna, yəni mənfi 273-ə qədər soyudulsun. 273 dərəcə Selsiyə qədər. O da mümkün olmadığına görə heç vaxt qrafik sıfırdan keçmir. Bu şəkildə. İndi isə gəlin biz daxili enerjinin təzyiq qrafikinə əsasən həcmləri müqayisə edək. Yazırıq yenə bura. U-nun və ya yəni temperatur kimi düşünürük. Yenə deyirəm, həcmdən asıllığına baxırıq. Bu formada 2 dənə qrafik verilib bizə və bu qrafikin üzərində nöqtələr qoyuruq. 1 nöqtəsi, 2 nöqtəsi, məsələn 3 və 4 nöqtələr. Burada asıllıqlarımız necə olacaq? İlk olaraq yenə birinci və ikinci, sonra üçüncü və dördüncü eyni olacaq. Bu heç. Müqayisəyə gəldikdə isə yenə PV mütənasibdir U yazırıq. Yadımızdadırsa biz izox proseslərdə də PV mütənasibdir T yazırdıq. Və burada həcm sabit olduğundan hər hansı bir şeyə sabit verək. Məsələn, bu qrafiki V yox, bir dəqiqə üzrlü sayım. Bunların yerlərini düzgün qeyd eləmədim. Bunu yuxarıda çəkmişəm də mən. Bu dəfə P-dən asıllığı çəkim və V-ləri müqayisə edeyim. V1 bərabərdir V2, V3 bərabərdir V4. Aha. İndi gəlin nəyəsə sabit verək. Məsələn, tutaq ki, buradan P-dən sabit aparaq. Görək ki, V ilə O bir-biri ilə düz asılı olsun. Deməli, P-dən sabiti qaldırdım. Görürəm ki, ikincisinin V-si daha çoxdur. Onda onun U-su da çox olacaq. Təkrar deyirəm. P-dən bir dənə sabit qaldırdım. Görürəm ki, hansının V-si çoxdursa, onun U-su çox olacaq. İkincinin V-si çox olduğuna görə onun U-su da, ikincinin U-su çox olduğuna görə V-si də daha çox olmuş olacaq. Deməli, V1 bərabərdir V2 böyükdür. V3 bərabərdir V4 olmuş olacaq. Все, bitdi bu məsələmiz. Sonra növbəti məsələmiz izoproseslərdə tətbiqlərini dedik. İndi test üzərində də müxtəlif tətbiqləri deyəcəm sizə bir-bir. Bizdə ola bilər ki, hər hansı bir qazı PV diaqramında müxtəlif keçidlər üzrə qazın üzərində proseslər tətbiq olunsun. Gəlin o hala baxaq. Deməli, bizdə bir P-nin V-dən asıllıq diaqramı verilib. P-nin V-dən. Aha. Burada hər hansı bir nöqtədən,
Yəni tutaq ki, bu nöqtədən 1 nöqtəsindən 2 nöqtəsinə keçid oldu. Bu keçidlər müxtəlif trayektoriyalar boyunca ola bilər. Məsələn, bu cür A keçidi olub, bu cür B keçidi olub və bu cür C keçidi olub. Deyir ki, bu keçidlər zamanı daxili enerjilərin dəyişmələri arasında nə münasibət var? Yaxşı, baxaq görək nə münasibət var. Deməli, bir nöqtəsi üçün yazsam, bura mənim üçün P1 qiymətim, bura isə V1 qiymətim verəcək. 2 nöqtəsi üçün yazsam, bura mənim üçün P2 qiymətini, bura isə V2 qiymətini verəcək. Və gördüyümüz kimi, bu zaman mən bu xətlərdən, bu 1 və 2 nöqtəsindən 2 dənə ayrıca izoterm əyrisi keçirə bilərəm. Bu formada. Görürük ki, yekun olaraq bir nöqtəsindən 2 nöqtəsinə keçid etdikdə, temperaturu T1 olan nöqtədən temperaturu T2 olan nöqtəyə bir keçid etmiş olmuşam. Və buna əsasən deyirik ki, bütün keçidlər zamanı temperaturun deltası eyni olduğuna görə bütün keçidlərdə, yəni son qiymət də eynidir, başlanğıc qiymət də. Tutaq ki, 50 Kelvindən məsələn keçmişəm 70 Kelvinə. Hansı trayektoriya üzrə keçməyimdən asılı olmayaraq, bütün hallarda delta T mənim üçün 20 Kelvindir. Ona görə də bütün hallarda daxili enerjilərin dəyişmələri eynidir. Diqqətli oluruq bura. Yazırıq ki, daxili enerjinin dəyişməsi delta U'muz A trayektoriyası üzrə, delta U'muz B üzrə, delta U'muz C üzrə. Hamısı eynidir və 2-də 3 PV'dir, P də V də hər ikisi dəyişdiyinə görə yazıram P2 V2 çıxılsın P1 V1 şəklində bunu təyin eləmiş olacaq. Söhbət bu ilə ki, məsələmiz də bu qaydada yekunlaşdı. Yəni, hansı keçiddən asılı olmayaraq biz daxili enerjinin dəyişməsini bu qaydada təyin edə bilərik. Daxili enerji haqqında deyəcəklərimiz bu qədərdir. Yerdə qaldı bizim test üzərində göstərəcək məlumatlarımız. Gəlin başlayaq. Deyir ki, 1. Cismi təşkil edən zərrəciklərin hərəkət və qarşılıqlı təsir enerjilərinin cəmi necə adlanır? Bu bizim üçün daxildəki enerjidir. Yəni, bir cismin, ixtiyari bir cismin, burada ideal qazdan söhbət getmir. İdeal qazda deməli, qarşılıqlı təsir enerjisi olmur ideal qazda. Amma hər hansı bir cisimdə, məsələn, tutaq ki, bərk cisim olsun, fərqi yoxdur. Bu molekulların rəqsi hərəkət sürətinin kinetik enerjisi və qarşılıqlı təsirinin potensial enerjisi bir yerdə bizə U-nu verir, yəni daxili enerjini verir. U-ya biz Y kinetik üstəgəl Y potensial deyə bilərik. Amma sırf molekullardan söhbət gedir. 3. Qapalı qabdakı, biz bilirik ki, qapalı qab sözünün mənası həcm sabit deməkdir. Qazı soyutduqda, yəni temperaturunu azaltdıqda. Əgər bir qazın, bir cismin temperaturunu azaldırsansa, avtomatik onun daxili enerjisi azalır. Və qapalı qabda V-dən başqa yadımıza gəlirsə, sıxlıq və konsentrasiya da sabit qalır. Keçdik 5. Təzyiqi 2 kilopascal, daxili enerjisi 3 kilojoule olan bir atomlu ideal qazın həcmini hesablayın. U bərabərdir P vur V. Burada çoxu vaxtı düstur bu qaydada yazılır. Çoxu vaxtı qabaqdakı 2-də 3 yaddan çıxır. Buna çox-çox diqqətli olmaq lazımdır. Yəni 2-də 3-ü unutmayaq. Artıq kilojoule hər ikisində olduğuna görə kilopascal dəyişməyə ehtiyac yoxdur. Yazıram 3 bərabərdir. 2-də 3 vurulsun P-nin yerinə 2 vurulsun V. Yəni oradakı kilojoule və kilopascaldakı 10 üstü 3-lər bir-birini aparır. 2-lər getdi, 3-lər getdi və V bərabərdir 1 aldım. Deməli cavabım 1 kubmetr. 7. 2 mol bir atomlu ideal qazın temperaturu 100 Kelvin artdıqda onun daxili enerjisi necə dəyişir? Nə qədər artar? Gördüyümüz kimi nö'nün qiyməti 2-dir. Delta T'miz bərabərdir 100 Kelvindir və R bərabərdir 8-dir. Yenə U bərabərdir. Qarşıdakı 2-də 3 yaddan çıxmasın. Nö RT deyirsiniz. 2-də 3 vurulsun 2, vurulsun 8, vurulsun 100 deyərək cavabınızı 2400 almış olursunuz. Bu da bizim üçün 2,4 kilojoule-dur. 2400 joule-u 1000-ə bölürək, kilojoule-a keçid eləyə bilərik. Bu da 2,4 kilojoule olmuş olacaq.
Bir şeyə diqqət edin ki, burada 100 Kelvin artdıqda deyir. Əgər 100 dərəcə Selsi artdıqda da desə, yenə eyni şey götürəsirik. Çünki dərəcə Selsi üzrə dəyişməklə Kelvin üzrə dəyişmə eyni şeydir. Bunların hər ikisi 100 olacaq. 9. 2U bölünsün 3 nüer ifadəsi nədir? Biz yazırıq 2. U-nun yerinə yazıram 2-də 3 nüer T. Aşağıda yazıram 3 nüer. Gördüyümüz kimi hər şey ixtisar gedir və qazın mütləq temperaturu qalır. Növbəti məsələyə baxırıq 11. Bir atomlu ideal qazın daxili enerjisinin ən kiçik. Görürsünüz P və V var. Onda mən yazacağım U bərabərdir 2-də 3 PV. Hər ikisindən düz asıllıq varsa, əgər mən ən kiçik qiymət istəyirəmsə, onda P-nin də kiçik, V-nin də kiçik qiymətini götürəcəm. P-nin də V-nin də kiçik qiymətləri 1 olduğu üçün cavab A variantına uyğun gəlir. 13. Verilmiş temperaturda bir atomlu ideal qazın kütləsini 2 dəfə azaltdıqda onun daxili enerjisi necə dəyişir? Burada gördüyümüz kimi verilmiş temperatur deyir. Yəni bu o deməkdir ki, T bərabər konstantdır və kütləsini kiçik m-i 2 dəfə azaldırıq. Onda mən yazıram U bərabər 2-də 3 kiçik m böl böyük m vurulsun r. T'miz sabit, r'miz sabit, böyük m'imiz sabit və gördüyümüz kimi kiçik m'in 2 dəfə azalması ilə daxili enerjimiz 2 dəfə azalacaq. Keçdik 15. 273 dərəcə Selsi temperaturlu ideal qaz 546 dərəcə Selsiyə qədər qızdırılarsa daxili enerji necə dəyişir? T1 temperaturunu mütləq Kelvinə keçirtmək lazımdır. Biz bilirik ki, kiçik T plus 273 bizim düsturumuzdur. Onda 273 üstə gəl 273. Bu eləyir bizim üçün 546 dərəcə Kelvin. T2 isə bizim üçün eləyir 546 üstə gəl 273. Bu da eləyir bizim üçün 700, 800, deməli 9, bunları cəmlədik 11, 7, 819 Kelvin. Gördüyümüz kimi bizim temperaturumuz 1,5 dəfə artıb T'miz. T 1,5 dəfə artıbsa avtomatik daxili enerjidə U bərabər 2-də 3 nüer T'yə görə 1,5 dəfə artmış olacaq. Cavab A variantı doğru olmuş olacaq. Sonra keçdik 17-yə. Bu biraz maraqlı testdir. Bunu hər dəfə soruşurlar. Burada biraz diqqətli olmaq lazımdır. 1 mol gördüyümüz kimi nü bərabərdir 1-dir. Bir atomlu ideal qazı izobar qızanda onun həcmi 4 dəfə artmışdır. Başlanğıc temperaturu 27 dərəcə Selsi olarsa, yəni T1 bərabərdir 27 üstə gəl 273, yəni 300 Kelvin olarsa, bura görün burada nə deyir? Deyir, genişlənmədən sonra onun daxili enerjisini hesablayın. Deməli, əvvəlcə T2-ni tapmalısan, sonra hesablamalısan. Biz yazırıq PV mütənasibdir T-də, izobar prosesdə V T-dən düz asılıdır. İndi həcmin 4 dəfə artmağı o deməkdir ki, temperatur 4 dəfə artıb. Onda mən T2-ni təyin edəndə 4T1 deyəcəm, başqa sözlə 1200 Kelvin deyəcəm. Onda U-nu hesablayanda yazıram U bərabərdir 2-də 3 nüer T2. Yazıram 2-də 3 nümüzün qiyməti 1, R-in qiyməti 8, T-nin qiyməti 1200. Baxaq görək nə eləyir? 4, 12. U bərabərdir. Deməli, 144, 2 dənə də 0. Joule. Bunu da 1000-ə bölərək 14,4 kilojoule əldə eləmiş olasıyıq. Cavab D variantı doğrudur. Keçdik 19-a. Daxili enerji mütləq temperaturdan necə asılıdır? Təbii ki, düz asılıdır. Çünki 2-də 3 nü T. Verilmiş kütləli dedikdə nü sabit olur. T'miz U-dan düz asılı. Diaqramın hansı hissəsində daxili enerji azalmışdır? Biz bilirik ki, U bərabərdir 2-də 3 PV ifadəmiz. Gəlin AB hissəsini araşdıraq. AB hissəsi. AB hissəsində gördüyümüz kimi V bərabərdir konstantdır.
və təzyiq artıb. Təzyiqin artmağı avtomatik daxili enerjini artırır. Çünki düstura əsasən düz asıllıq var. İndi gəlin baxaq BS hissəsinə. BS hissəsində P bərabərdir konstantdır. Və gördüyün kimi həcm artıb. Çünki bax bu oxa fikir versən, görürsən ki, həcmin artmasına uyğundur. Onda avtomatik daxili enerji artır, çünki yenə düz asılılığı görürük. Sonra gəlirik CD hissəsinə. CD hissəsi bura yazıb izoterm əyrisidir. CD-də T konstantdır. T konstant olan kimi avtomatik U da konstant olur. Onda deyirsən ki, CD-də U dəyişmir. Gəldik DA hissəsinə. DA hissəsində görürük ki, yenə P oxuna perpendikulyar deyə P konstantdır. Görürsünüz, həcm azalıb. Həcmin azalmağı avtomatik daxili enerjini azaldır. Bizə də elə azalmanı soruşurdu. Bu isə uyğun gələcək hansı hissəyə? DA hissəsinə. Doğrudur. Cavabımız DA hissəsi olmuş olacaq. Keçdik növbəti məsələmizə. Görək başqa nəyimiz var. 23-ə baxaq. Bir atomlu ideal qazın həcmini hesablayın. Yenə də verilənlər var. Hər şey var. Qalır riyaziyyatımız ki. U bərabərdir 2/3 PV. Burada yenə də yaddan çıxan şey qabaqdakı 2/3-dür. U-nun qiymətinə 6 kilojoule deyirəm. Sadəcə 6 yazacağım. Çünki bu kilojoule-la bu kilojoule bir-birini aparacaq. P-ni yerinə 2, V-ni də yazdım. Buradan belə görürəm ki, V-də 2 eləyir. Cavab A variantı olacaq. Keçdi 25-ə. Bu gözəl test tipidir. Gəlin buna baxaq. Diaqramın hansı hissəsi verilmiş kütləli qazın izoxor, bax bura diqqətli oluruq, soyumasına uyğundur. Burada rho qazın sıxlığıdır. Bəzən bunu P olaraq oxuyurlar. Bu rhodur. Yəni, P olaraq oxuyurlar. Cavab yanlış olur. Yaxşı. İzoxor proses deyir. Biz yadımıza salırıq ki, izoxor prosesdə V, rho, N konstant olur. Başqa sözlə, mən izoxoru axtarıramsa, ya 1-2-yə baxmalıyam. Çünki rho sabitdir. Ya da 3-4-ə baxmalıyam. Mütləq. Və burada bir söz işlədir. Deyir ki, soyumasına. Əgər temperatur azalırsa, onda daxili enerji mütləq azalır. Daxili enerjinin azaldığı yer 3-4 hissəsinə uyğundur. Cavab D. 27. Verilmiş kütləli ideal qazın izotermik genişlənməsi, yəni T konstantdır, V artır. İlk olaraq deyək ki, burada da verilmiş kütləli sözü yazıb, M konstant yazıb. Biz bilirik ki, rho bərabərdir M böl V'dir. Və buradan görürük ki, M-imiz sabit olanda V artıbsa, həcm artanda sıxlıq azalır. Biz bu azaları götürdük. Bu getdi. Gəldik izotermik sözünün üzərində dayanmağa. Biz nə dedik izotermik prosesdə? Daxili enerji sabit qalır. Yadımıza salsaq başqa nələr sabit qalırdı? V orta kvadratik sürət və orta kinetik enerji. Deməli, daxili enerji dəyişmir, sıxlıq azalır. Gəldik 29-a. Qaz bir halından 2 halına keçərkən onun təzyiqi necə dəyişir? Bizim ifadəmiz U bərabərdir 2/3 PV-dir. Görürük ki, burada U sabit qalıb. Bunlar onsuz da sabitdir. Sabit bir ədəddir. V-nin qiyməti neyinib? 3 dəfə artıb. V 3 dəfə artan kimi avtomatik P-nin qiyməti 3 dəfə azalmalıdır. Çünki yan-yana duran kəmiyyətlər bir-biri ilə tərs asılı olur. 3 dəfə azalmışdır cavabı doğrudur. Keçdik 31-ci ifadəyə. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçəndə onun daxili enerjisi və həcmi necə dəyişir? Daxili enerjisi və həcmi. Baxırıq ki, verilmiş kütləli qazda, yəni M bərabər konstant şərtində bizdə bu ödənir. PV mütənasibdir, T ödənir. Baxın, P T-dən nə vaxt düz asılı olur? V sabit olanda. Yəni, V bərabər konstant. V-nin sabit olmağı, rho və N-in də avtomatik sabit olmağı anlamına gəlir. Deməli, bizdən soruşur ki, həcm necə dəyişir? Təbii ki, həcm sabit qalır. Bəs daxili enerji necə dəyişir?
Daxili enerji U bərabərdir 2/3 kiçik m böl böyük m vurulsun RT. Bunu heç yazmağa ehtiyac yoxdur. Daxili enerji həmişə temperatur necə dəyişirsə, gördüyümüz kimi azalıb, daxili enerji də eyni cür dəyişir. Yəni, daxili enerji verilmiş kütləli qaz üçün sırf temperatura görə müqayisə edə bilərsən. Deməli, daxili enerji azalacaq, həcm sabit qalacaq. 33. Aha. Hansı prosesdə qazın daxili enerjisi azalır deyir. Yəni, biz U-nun azaldığı yeri tapmalıyıq. U-nun azaldığı yeri tapmaq üçün biz T-nin azaldığı yeri tapmalıyıq. Yəni, temperaturun azalmağı daxili enerjinin azalmağı deməkdir verilmiş kütləli qaz üçün. Biz də P-nin belə bir düsturunu bilirik. NKT. Baxıram, məsələn, 1-2 prosesinə. Baxaq, 1-2. 1-2 prosesində P konstant. P konstant. P konstant olduqda N artıbsa əgər, baxın, P-miz sabitdirsə, N artırsa avtomatik T azalmalıdır. Çünki yan-yana duran kəmiyyətlər tərs olur. Onda birinci hissə üçün sən deyərsən ki, 1-2 hissəsi üçün N artanda T-nin qiyməti azalır. Elə bizdən onu soruşur, cavab B olacaq. Digərlərini də araşdırmasan, 1-5 hissəsini araşdırsam, bax 1-5 hissəsini, yenə də görürəm ki, P konstant, çünki P yaxına perpendikulyardır. P konstantsa görürsən, P bərabərdir NKT ifadəsindən, görürsən ki, P sabitdir, K sabitdir. Görürsən, N azalıb burada. Yəni, N azalıbsa avtomatik T artmalıdır. Bizdən bunu istəmir. Ona görə bunu da götürmürük. Bu getdi, bu getdi. Gəl 1-4-ü araşdıraq. 1-4 hissəsində görürsən, N konstant yazılır. Çünki N oxuna perpendikulyardır. N konstantsa, onda sən deyə bilərsən ki, yenə P bərabərdir NKT-dən, N sabit, K sabit, P T-dən düz asılıdır. Görürsən, P-nin qiyməti artıbsa, onda T də artıb. Bizdən azalma istəyir. Bunu da sildik. Və 1-6 ilə 1-3-ə baxas olsaq, P bərabərdir NKT-yə görə P N-dən o vaxt da düz asılı olur ki, bunun temperaturu sabit olsun. Deməli, 1-6 və 1-3 keçidlərində T konstantdır. O deməkdir ki, U da konstantdır. Hamısını bir-bir araşdırdıq. Azalır dediyi hissəni isə bayaq 1-2 hissəsində tapdıq ki, P bərabərdir NKT-yə görə 1-2 hissəsində P sabitdir, N-in qiyməti artırsa T mütləq azalmalıdır. 35. Bu da çox gözəl testlərdəndir. Deyir, izoxor qızmada qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə müəyyən olunur? Birinci, biz bu izoxor qızmanı tapmaq lazımdır. Bilirik ki, izoxor prosesdə P bərabər konstant olur. PV mütənasibdir T-də, həcm sabitsə, üzrlü sayı V konstant olur. Əgər qızmadan söhbət gedirsə, deməli təzyiq artıb. Bu bizim üçün olacaq 4-1 hissəsi. 4-1 hissəsi üçün həcmin qiyməti bəllidir və təzyiq dəyişmələrinin qiyməti bəllidir. Onda yazacağım, delta U bərabərdir. Diqqətli olaq, 2-3 yaddan çıxmasın. 2-3 V0 delta P. Yazıram 2-3 V0 vurulsun. Delta P-nin yerinə 3P0 çıx P0. Bu da olacaq mənim üçün 2-3 V0 vurulsun 2P0. Bu da eləyir 3P0 V0. Все hazırdır. Diqqətli olun. Əgər məsələn soyuma desəydi, məsələn izoxor soyuma, yəni 2-3 hissəsini götürsəydin, bax 2-3 hissəsi izoxor soyumanı soruşsaydı, onda delta U-nu belə yazardın. Delta U bərabər 2-3 həcmin qiymətini yazırsan 3V0. Sonra da təzyiqi dəyişdirəndə diqqətli ol. Son qiymətdən başlanğıcı çıxmaq lazımdır. Yəni P0-dan 3P0 çıxmaq lazımdır. Qalanı riyaziyyatını eləyirik. Bu da hardasa eləyəcək bizim üçün -9P0V0. Və burada cavabı mənfi almağımız çox normal bir şeydir. Əgər soyuyursa, onun son daxil enerjisi başlanğıcdan kiçik olacaq. Bu da normal olaraq mənfi rəqəm verəcək bizə. Bu testdə diqqətli olun. Keçdik növbəti 37-ci məsələmizə.
Biz bayaq belə bir söz işlətdik. Dedik ki, əgər verilmiş kütləli qazdan söhbət gedirsə, izotermik prosesdə T, V, Y kinetik, bir də U konstant olur. Deməli, burada Y kinetikə sabit deyibsə, deməli U da sabit. Cavab ya A-dır, ya B-dir. İndi baxaq. Həcmimiz artıb. PV mütənasibdir T-də. Əgər bizim temperatur sabit olmaq şərti ilə həcmimiz artırdısa, onda təzyiqimiz azalacaqdır. Cavab B variantı doğru. 39. İzoxor qızma daxili enerji dəyişməsi. Birinci izoxor qızmanı tapmaq lazım. İzoxor prosesi ya 4-1-dir, ya 2-3-dür. İndi qızmaya uyğun hissədə PV mütənasibdir T-də izoxor prosesdə əgər qızmadan söhbət gedirsə təzyiq artır. Ona görə də biz 4-1 hissəsinə baxırıq. Delta U bərabərdir 2-də 3. Bura uyğun həcmin qiyməti V0 vur. Delta P, yəni 2P0 çıx P0. 2P0 çıx P0. Bu da eləyir 1/5 P0 V0. Vəsə, bu qaydada bunu yazasıq. Keçdik digər məsələyə 41. İzobar sıxılma. Birinci bunu tapmaq lazımdır. Bilirik ki, izobar prosesdə P konstant olur. Səndən soruşur izobar sıxılma. Həcmin azalması T-nin azalması deməkdir. Deməli, izobar sıxılmaya uyğun hissə buradır. P oxuna perpendikulyar və həcmi azalmaq şərti ilə. Gəlin bura üçün yazaq. Delta U bərabərdir 2-də 3. P, yəni P0 vurulsun delta V, yəni V0 çıx 3V0. Bax, son çıx başlanğıc. Bu da eləyir -3P0 V0. Salam, bitdi bu ilənki məsələ. Keçdik növbəti məsələmizə. 43. Verilmiş kütləli, yenə burada kütləmiz konstantdır. Bir atomlu ideal qazın P-Rho diaqramında təsvir olunmuş hallara uyğun daxili enerjilərin arasında hansı münasibət doğrudur? Deməli, biz P və Rho-nu eyni anda görəndə biz bunun T-nin olan üstürünü bilirik. Yəni, içərisində T olan P bərabərdir Rho R-T böl M. Biz T-ləri müqayisə eləyə bilsək, U-lar da eyni şeydir. Baxaq. Bax, bu M sabit. Bu R də sabit. Bunu atdıq getdi. Baxın. P-miz Rho-dan bu xəttin üzərində düz asılıdır. Bu düz asılı olmaq üçün T də konstant olmalıdır. Deməli, T1 T2 ilə eyni olmalıdır. Bunu tapdıq. İndi gəlin bu T3-ə baxaq görək. Onlardan böyükdür ya kiçikdir? Bunun üçün nə edirik? Bunun üçün bizə çox sadə bir şərti verib. Yenidən yazıram. P bərabərdir Rho R-T böl M. Yenə də M-ə sabit deyirəm, R-ə sabit deyirəm. Diqqətli olsaq görsəz, burada 1 və 3 nöqtəsi üçün P-ni eyni deyib. P-ni də sabit saxladım. Görürsünüz ki, hansının Rho-su çoxdursa, Rho ilə T yan-yanadır. Avtomatik onun T-si balaca olmalıdır. Onda 3 nöqtəsində Rho çox olduğuna görə T kiçikdir. Başqa sözlə 3 balacadır. Onda T1 bərabər T2 böyükdürlər 3-cüdən. Avtomatik eyni şeyi U üçün deyə bilərsən. Cavab A variantına uyğun gəlmiş olacaq. Bunu geri çəkərək təkrar izləyə bilərsiniz. Bu önəmli testdir. Sonra görün bu tipdə yoxdursa, mən bir dənə buna baxım cüt olsa da. Cüt olsa da 44-ə baxacağım. Bu uşaqların çox yaralı bir yeridir. Deməli, burada bax, belə bir qapalı qab var. Burada qaz var. Manometrin bu budağında təkcə qazın təzyiqi var. Bu budağının ağzı açıqdır, P0 atmosfer var. Bir dənə də qazın təzyiqi, üzrlü sayın, burada əlavə qaz yoxdur. Burada sadəcə ağzı açıqdır deyə, burada təkcə atmosfer təzyiqi var, P0. Əvvəlcə balondakı qazın təzyiqi ilə atmosfer təzyiqi eynidir. Bunu suyun içinə salmışıq, belə bir manometrin qolunda belə bir vəziyyət yaranır. Buna P qazın təzyiqinin sonraki qiyməti deyək. Burada olur P qazın təzyiqinin sonraki qiyməti. Burada olur P0 atmosfer təzyiqi. Biz Pascal qanununa görə deyirik ki, eyni dərinlikdəki təzyiqlər eynidir. Yəni, buradakı təzyiq eyni olacaq.
Burada bir H hündürlüyündə maye var. Onda mən də yazıram P qazın təzyiqinin sonraki qiyməti bərabərdir. P0 üstə gəl rho GH. Başqa sözlə gördüyünüz kimi qazın təzyiqi artıb. Əvvəl təkcə P0 idi, sonra isə P0 plus rho GH oldu. Onda yazıram PV mütənasibdir T. Bilirsiniz ki, qapalı şüşə qablar üçün V konstant şərti ödənir. Əgər təzyiq artıbsa, temperatur artıb. T'nin artmağı V'ni artırır. Orta kinetik enerjini artırır. Daxili enerjini artırır. Onda cavab daxili enerji artmışdır. B variantı. -45. Verilmiş kütləli bir atomlu ideal qazın halının dəyişməsi TV diaqramında verilmişdir. A halında qazın daxili enerjisi 200 kilojoule olarsa, UA bərabərdir bu nöqtə üçün 200 kilojoule. B və C halında daxili enerjilər nəyə bərabərdir? UB nədir? UC nədir? Baxaq. Baxaq görək AB keçidi zamanı nə hadisə baş verir? AB keçidi görürsünüz ki, V bərabərdir konstant şərtidir. A-dan B-yə keçəndə V bərabər konstant. Və gördüyünüz kimi təzyiqin qiymətinin necə dəyişdiyinə baxasıyıq. Ondan ötürü gəlin belə bir məsələ eləyək. Bura bir təzyiqin yox, bir dəqiqə. Temperaturun necə dəyişdiyi. Bura T yazılıb, bura isə V yazılıb. Bura T deyək, bura 2T deyək, bura 3T deyək, bura isə 4T deyək. Gördüyünüz kimi A-dan B-yə keçid eləyəndə temperatur 2T-dən 4T-yə keçib. Yəni temperatur 2 dəfə artıb. Deməli, T-nin 2 dəfə artmağı, T 2 dəfə artıb. Avtomatik daxili enerji 2 dəfə artmalıdır. Onda B nöqtəsi üçün yazdıqda yazacağım 2 vurulsun 200. Olacaq 400. İndi gəlin C nöqtəsi üçün baxaq. C nöqtəsi üçün dəyişmədə isə temperatur 4 dəfə azalıb. Yəni B-dən C-yə keçid zamanı görürük ki, T-nin 4 dəfə azalması müşahidə olunub. Aha. Burada niyə V oxuna baxmıram? Bir anlıq onu düşündüm. Çünki verilmiş kütləli bir atomlu ideal qazdan söhbət gedirsə, U bərabərdir 2-də 3, kiçik M bölünsün, böyük M vurulsun, R vurulsun T. Görürsünüz, düsturun içində 2H, 3H, M bunlar hamısı sabit. U təkcə T-dən asılıdır. Yəni V oxuna baxmağın heç bir anlamı yoxdur. BC hissəsi üçün baxdığımda görürəm ki, temperatur 4 dəfə azalıb, yəni 4T-dən T-yə düşüb. Onda avtomatik daxili enerji də 4 dəfə azalmalıdır. Onda 400-ü böləcəm 4-ə, alacam 100. B üçün 400, C üçün 100 cavabını tapmış olduq. Belə. Keçdik 47-yə. Deyir, hansı ifadələr doğrudur? Verilmiş kütləli ideal qazın izobar soyması zamanı qazın daxili enerjisi necə dəyişir? Ümumiyyətlə, biz burada soyuma sözünü görürüksə, daxili enerjini avtomatik azaldırıq. Çünki verilmiş kütləli qazdan söhbət gedir. Əgər M konstantsa, U yalnız T-dən asılıdır. Sıxlığı təyin etmək üçün biz artıq həcmə baxmalıyıq. Görək, həcmdə vəziyyət necədir? Və yaxud da ki, birbaşa sıxlığın üstünlüyünü izobar proses üçün yaza bilərəm. Yazarım P bərabərdir rho RT bölüm. İzobar prosesdə M sabit, P sabit, R sabit. Soyuyanda T azalırsa rho artacaq. Sıxlıq artır. 2 və 4 doğru cavabımızdır. U-nu tapmaq üçün təkcə T-yə baxın. Başqa bir şeyə baxmağa ehtiyac yoxdur. 49. Verilmiş kütləli ideal qaz 1 alınan 2 alına keçir. Hansı ifadələr düzdür deyir. Gəlin baxaq. P mütənasibdir T-dən və hətta düz mütənasibdir. Koordinat başlanğıcından keçir. Yazıram PV mütənasibdir T. P T-dən nə vaxt düz asılı olur? V konstant olanda. V konstant. Əlavə olaraq rho N də konstant olur. Bunu da unutmayaq. Verilmiş kütləli qaz üçün. Deməli, həcm sabit qalır. 4 doğrudur. Sonra nəyə baxırıq? Görürük, burada ox belə gedir. Yəni T artır. Temperaturun artmağı avtomatik daxili enerjini artırır. Verilmiş kütləli qaz üçün. Onda 1 ilə 4 doğru cavabdır. Vəssalam. Bitdi, getdi. 51. Verilmiş kütləli bir atomlu ideal qazın izotermik sıxılması. Burada izotermik sözü verib.
Buna diqqətli olur və verilmiş kütləli qazdan söhbət gedir. Avtomatik T konstant. T konstantsa avtomatik U da konstant. Bu getdi. Daxili enerji dəyişmir. Bir doğru. V də konstantdır. Orta kinetik enerji də konstant. Onda bu 4 yanlışdır. Dediyim kimi biz izotermik prosesdə T, V, Y kinetik U konstant sözünü yaddan çıxarmayaq. İzoxor proses üçün V, rho, N konstant idi. Onu da yaddan çıxarmayaq. İzobar proses üçün P və F təzyiq qüvvəsi sabit idi. Onları yadda saxlamaq lazımdır. İndi sıxılmadan söhbət gedirsə, bizdən sıxlıq soruşub. Baxaq görək bunlar necə olacaq. Deməli, izotermik prosesdir və sıxlığının necə dəyişdiyini soruşur. Rho bərabərdir M böl V. M sabit, verilmiş kütləli qazdır. Həcm azalır, avtomatik sıxlıq artmalıdır. Bura azalır yazıb 2 səhvdir. Gəldik təzyiq məsələsinə. Yazıram PV mütənasibdir T. Bu hər yerdə ödənir bilirsiniz ki. İzotermikdir. Sıxırıq, yəni həcmi azaldırıq. Avtomatik təzyiq artmalıdır. 1-3 bizim üçün doğru cavabdır. Keçdik növbəti məsələmizə. 53. Bir dənə də 55-ə baxarıq. Bir atomlu ideal qaz bir alınan 2 alına keçdikdə daxili enerjisi neçə dəfə artacaq? Gəlin U1-i hesablayaq. U1 bərabər. Bu sualı nədənsə hər dəfə uşaqlar verirlər. Bunu elə bir çətin bir sual deyil. U1-i hesablayırıq 2/3 PV ilə. P1 V1. Yəni 2/3. P1-in yerinə 20 kilopascal durur. 20 vur 10 üstü 3. V1-in yerində isə 0.1. Çevirməyə ehtiyac yoxdur, metr kubudur. Yazıram 0.1. Bərabərdir, bu 2 ilə bu 2 gedir. Bu 0-ı buna vurdum, həll elədim. 3 vur 10 üstü 3. Joule. Yəni 3 kilojoule. Əvvəlki halda. U2 bərabərdir. 2/3 P2 V2. Yəni 2/3 P2-nin yerində görə nə durur? 40 kilopascal. 40 vur 10 üstü 3. V2-nin yerində nə durur? 0.6. Bunu ixtisar elədik 2. Bunu hesablamaq lazım. 2 vur 6. 3.6. Vur 10 üstü 3. Yəni bir saniyə 3.6 eləmir heç. 36 edir. 36 vur 10 üstü 3. Joule. 36 kilojoule. Sonra da neçə dəfə artar deyir? O2 bölü O1. 9 dəfə. 36 bölü 3. Üzürlü sayın 36-nın 3-ə bölünür. 9 eləmir. 36-nın 3-ə bölünür. 12 eləyir. 12 dəfə. Deməli 12 dəfə artmış olacaq bu qaydada. Sonra keçirik növbəti məsələmizə. 55. Göstərilən prosesdə daxili deməli proseslərdə verilmiş kütləli sözə diqqətli olaq. İdeal qazın daxili enerjisi necə dəyişir? Bir-bir proseslərə baxırıq. Deməli 1. Görək hansı prosesdə artacaq. Gəlin bu A prosesinə baxaq. A prosesində T sabitdir. Yəni, T sabitsə bu dəyişəsi deyil də. Bunu düşünməyə dəyməz. Deməli 3-ə A yazırıq. Sonra B prosesinə baxırıq ki, temperatur artıb. Temperatur artıbsa bu artmaya bilməz. C-yə bax. C-də də temperatur artıb. Deməli avtomatik burada daxili enerji artır. Y və D-də isə temperatur azalıb. Onda bunlar azalacaq. Vəssalam. Başqa heç bir şeyə baxmağa ehtiyac yoxdur. Verilmiş kütləli ideal qaz veribsə, təkcə T-nin dəyişməsinə uyğun sən daxili enerjinin necə dəyişdiyini təyin edə bilərsən. Bu qədər. Daxili enerji mövzusunu tamamilə araşdırdıq.